tamaşaçılarımız, ənənə boğçası efirdədir. Bu dəfə bizim boğçamızdan Zərdab toy adət ənənələri çıxacaq. Yaxın 45 dəqiqə ərzində diqqətiniz bizdə olsun ki, siz də Zərdab toy adət ənənələrindən xəbərdar olasınız. Getdik. Zərdabın Əlvənd kəndinə gəldi. Bugün burada oğlan toyudur. Necəsiz? Hoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Necəsən bəy? Adın nədir? Tural. 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 Hazırsan artıq, geyinmisən, gedirik gəlimizi gətirməyə. Nə gözəl gündür, bugünü sevdiyimlə evlənirəm mən. Nənəsisiz? Bibisiyəm. Bibisi, gəlinimizin bibisi. Bibi can sənə qurban bibi. Anam bacım qız gəlin, ələ ayağı düz gəlin. 7 oğul istərəm, bizdə dənə qız gəlin. Rahatladın, gəlini gətirdin day. Rahatladım, elə canım rahatladı. Ənənə boğçası bugün kəndimizin qonağıdır. Toy günüdür ən sonu, eşitdirəm ən sonu. Salam, necəsiz? Zərdabın Əlvənd kəndinə gəldi. Bugün burada oğlan toyudur. Necəsiz? Hoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Həmişə siz gələsiniz. Həmişə xeyir işlərə gələsiniz. Bəyin atası sizsiniz. Bəyin atası bu deyil, mən də. Xoş gəlmişsiniz. Əmisi olarsınız. Mən də qudasıyım, həm də elə böyük ofşaq saqqalıyım mən. Bəli. Günü sağ ol, çox sağ olun. Gün olsun ki, balamın xeyir içində həmişə siz gələsiniz. Allah nətərsiz? Sağ olun, xoşbaxt olsunlar. Bunlara mən xoşbaxtlı aldım, sizə də xoş gəlmişsiniz deyirəm. Gün o gün olsun ki, bunların evladının toyuna gələsiniz. İnşallah. Allah inşallah. qoysa onların evladı. Bu Əlvənd kəndi köhnə kəndlərdəndir. Köynə, Nikolay. Nə deməkdir Əlvənd? Kənd Zərdabın ən qədim yaşayış məskənlərindən biridir. Adı Uzun Həsənin nəvəsi Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin adı ilə bağlıdır. Mənbələrə görə ilk insanlar da onun nəslindən törəmə insanlardır. Kəndin İpək yolunun üstündə olub bir vaxtlar. Adətləriniz var? Nə bilim, həmin öz adəti var da. Siz bu kənddənsiz, yoxsa bura gəlin Mən köçmüsünüz? bura gəlmişəm, mən Kürdəmirin rayonundanam. Kürdəmirdən gəlmişsiniz Mən bura. bunlar, böyük qızımı bunlar, birinci bacımındır. Bacım bu kəndə ərə gəlib. Həm də ki, xalasıdır. Həm də xalasıdır. Bəyin də xalasıdır, həm də bacısı evidir, həm də ki... Siz bəyin anası deyilsiniz. Mən anası deyiləm, mən xalasıyam. Siz anasısınız. Mən də bəyin xalasıyam, xoş Neçə gəlmişsiniz. xalası var bəyin? Xeyriyə gələsiniz. 4 dənə xalası var, 4 xalası var. 4 xalası var. Nə verəcəksiniz xala olaraq bunlara? Nə desə, ürəkləri nə istəsə. Elə deməyin də, elə deyən kimi bilinir ki, heç nə verməyəcəklər. Ürəyindən birdən bahalı nədir, əşyalar çıxsa verə biləsiniz. Niyə vermirəm? Verməzsiniz, gücünüz çatmaz. Maşın istəyər birdən. Ürəklər geniş olsun, onlar istəyər verərik. Belə xırda nə verdiniz? Yaxşı böyüdən buraxaq xırdaya. Xırda nə bilim, bir üzük. Mən pul verəcəm. Hə, verəcəksiniz. Siz? Gəlmişsiniz. Bəyin anası. Elə üründə xaladır. Nətərsiz? Əvvəla siz bura gəldiyinizə görə səmimi qəlbdən təbrik edirəm. Sizə xoş gəldisin deyirəm, təşəkkür edirəm. Öz minnətdarlığımı bildirirəm. Oğluma, gəlinimə ailə saati arzulayıram. Uzun can sağlığı. Çoxlu oğul uşaq arzulayıram. Kürdəmirdən gəlmisiniz bu kəndə? Mən Kürdəmirdən gəlmişəm. Hə də. Ora gəlin köçmüsünüz. Bacı da olar. Onlar 3 bacıdır bunlar. Yanın 3-ü də 3 bacı. Yoldaşınız. Nətər oldu tanış oldunuz? Yoldaşımla. Bura ərə gəldiyim 32 ildir mənim. Toya gəlmiş. 32 ildə evlisiniz. Kəndimdə toya gəlmişdi, bir yerə görürlər, bəyənirlər. Elə kəndimizdə bəyənib məni. Ora bayısı var orada. Orada gedib məni bəyənibdi orada toyda. Oxumusunuz hə? Bəli. Həkim işləyirəm Kətdə. Doğrudan? Ay, nə yaxşı, nə yaxşı. Hə, bəs nətər oldu sevgisini? Siz görüşəndə necə dedi sevgisini? Görüşürdük. Yadımdan çıxıb hamısı xatırlayır. Elə şey yaddan çıxar, heç. Xanımın yaddan çıxıb, bəs sizin yadınızda həmin gün? Valla yaxşı günlərimiz olmuşdu. Görüşüb eləyirdiniz hə?
Hərdən bir Kəndə harda görüşürüz? Əlvətdə yoxsa Kürdəmirdə? köy qırağındalar. Görüşürlərdi. Yaxşı o göy çəmənlikdə görüşürlərdi, söhbət edirlərdi. Kürü Allah qıranda. xoşbəxt eləsin. Neçə uşağınız var? 5 uşağımız var. Maşallah. 5-i də oğlan. Yox, 3 oğlanda bir 2 qız. Bu həyətin bu son 5-inizdir. Hə. Gel buradan ya. Hə, bundan sonra da bir qızınız var inşallah. Bəs gəlinlər harda qalır? Gelinlerin ayrı Gelinler. bir şey var gelinlerin. Axırıncı gelin indi burada. Gelin burada. Bu diye büyük gelinim budur. Büyük gelinim budur. Bala kızım. Həm də bunların gəlinləri. Hoş geldiniz. Sağ olun, çok sağ olun. Bu sizin kızınızdır, hem de onların gəlinidir. Bəli. O da gəlininizdir, Yox, o da hə? qızım. Gəlinlər. Sobayda qızım. Hə, bu da sizin qızınız. Yox. Hə, bu sizin qızınız. Hə. 2 qızım var. Eyni giyinmişsiniz, dedim yəqin bacılar, yok, bacıdılar. Bunlar hem şeyini giyindiler. Uşaqlıqda. Niye deyirler ki ikimize de yeni paltar al. Hem de Allah sənin üçün olsun. Bu toyda bəlkə səni görüb bəyənərlər, apararlar. Ola bilsin namizədliliyi var, o da Bakıdadır. Yəqin ki baxar sonra gələr ki alım da sevir. İnşallah, nə gözəl gözləriniz var. Sağ ol, sağ ol. Xalasıdır, bəyin xalası, böyük xalası. Allah mübarək eləsin. Xoş gəlmisiniz. Xala olaraq nə verdiniz bəyə? İndi verərik sənə bir şey, nə olacaq? Yəqin ki eləyər. Kənd yerində adət yoxdur da nəsə vermək. Ancaq pul yazdırırlar. Hə, pul yazdırırlar, hə. Verən də olur, fayda olur, nəmərd olur, üzlük olur, görsən qol bağı olur. Olur da indi yaxın Maraqlı adətiniz var Zərdabın. Kəndin maraqlı adəti var. Bax bizim verilişimizə baxmısınız da. Bəli, bəli. Hə. Baxmış yox. Görürsüz də hər bölgənin özünün belə hardasa bir dənə maraqlı adəti var. Sizin var fərqli adətiniz. Var elə, var. Məsələn, hansı fərqli adət? Bizə toy olub da. Neçə gün oldu? 2 gün oldu. İndi bir gündür. 3 gün olub. Harda oldu? Mənim toyum Kürdəmirdə 3 gün olub. Dəmirdə 3 gün eləyirlər. Toyum olub mənim. Özüm də ali təhsilliyəm. Bir-birimizi biz istəyib 4 ildə nişanlı qalmışıq. Mən politexnika qurtarmışam, inşaat fakültəsini qurtarmışam. 4 ildə nişanlı qalmışıq. Bakıda görüşmüşük, hər yerdə. Vəbşə istəyib evlənmişik. Məktub zad yazmısınız? Məktub. Elə özüm gedirdim. Özünüz deyirsiniz. Məktub yazdınız. Yox, məktubla aram yox. Üz-üzə. Mən yazmışdım ona. İndi də başıma qalxır ki, mənə məktub yazmısan. Məktubu nə vaxt yazmışdınız? Əskərlikdə olanda yox? Yox, əskəridə yox, elə bilənçik. Nə yazmışdınız o məktubu? Küsmüşdüm ona görə. Yazdınız, küsmüşəm səndən. Yox, deyir. Demişdim ki, Salamdan sonra əhvalımı soruşmaq istəyirsənsə, mənim əhvalım yaxşıdır. O vaxt məktublar belə yazılırdı axı. Sonra da yazmış. bağınızı ilahidən arzu eləyirəm. Küsməyinizi necə yazdınız? Dedim bağışla məni, bağışla. Yox, elə bilənçik. Sevənlər arasında olur da qısqanclıq olur. Gec gələndə olur qısqanclıq. Bizim 6 uşağımız var. Bu qız bir dənə qızım var. 5 dənə də oğlan. Bir də oğlum var. Adı da yeganədir, özü də yeganədir, bir dənədir. 5 dənə də oğlum var. Nəvə nəticə varınız var. Hamısı. Nəticə yox, nəvələrim var. Gec getmişlər. Deyir maşallah atqılı zaddır. Bunlar sizin nəvələrdir, hə? 3 dənə. Deyir bu da. Hə, bu da sizin nəvənizdir. Neçə nəvəniz var? Hardasa 11. 11 dəqiqdir də. Bəli. Neçəsi qız, neçəsi oğlan? Hə? Yox. 7 qız, 5 oğlan. Arasında ən çox istədiyiniz hansı nəvənizdir? Ən çox bu. qızı Anam adını istəyirsən? qoymuşam, torpaqsan yaşayırsan. Ona görə də ən istəkli, birinci, ən yüksək nəvəm budur. Liseydə oxuyub qutarandan sonra, həm də bunların da uşaqları gec oldu. Böyük oğlum da müəllimdir. Onu evləndirəndən sonra uşaqları da gec oldu. Bax bu 2 uşaq onundur. Hə, ən çox bunlar. Adın nədir? Gəncə. Qəmzə. Qəşəng də adı var, Qəmzə. Bəs o uşaqlarınızdan ən çox hansını istəyirsiniz? Qızı istəyərsə? Ən çox qızı da istəyirəm. Həm də elə oğlanların da hamısını istəyirəm. Bilməzlər. Onlar 5-dir, bu bir dənədir. Hə, ən çox bunu istəyirəm. Yox, ən çox bunu istəyirəm. Qız istəyirəm. Hə, qız kəsikdir də. Elə bir başqa gəlir. Nənəmizin nə qədər uşağı var? Mənim 9 uşağım var. Özüm də Laçınlıyam. Qaçqın gəlmişəm. Bura gəlin köçmüş. Gəldiyimiz yox, elə öz yerimizdə gəlin köçmüşəm. Gəldiyimiz gündə bu. Düşməm, siz bacı döyürsünüz. Hə, gəldiyimiz gündə bundan da bacı olmuşuq. Yaxın rəfiqəsiz. Bir-birə yaxın olmuşuq. 9 dənə birini də eləyərdiniz, qəhrəman ana olardınız da. Olmadım da, hə. Medalınız da olar. Öyle medalım vardı. 9 uşağa verirlər medal. Verildiler. Mən 10 bilirdim, ona görə. Hanı medal? İtti battı. Kimini saxlayam. Hə, qaldı oralarda. İndi nə var yuxarıda, nə edirsiniz? Cehizlər gəlir. Gəlib hazırdır.
Gəlin hansı kənddədir? Gəlin qoş. Gəlin elə mənim özümün qohumumdur. Bir yaxdan da qohum özüdür. Xalam nəvəsini almışam. Elə balaca so-beşik oğlum olduğuna görə özümünkini almışam. Həmiyə yaxşı baxsın. Sara inamınız yoxdur deyəsən. Başucunda sen olmasan dönerəm. Bura gəlin otağıdır. Bu gəlinin cehizləridir. Özü gətirib. Sandıq da gəlinindir. Sandıq da gəlinindir. İçində nə var? Baxmısınız? Baxmamışam içinə, intihası prostin olar, çuxol olar belə. Yataqdır. Yataq Bu da gəlinimizin balışları, döşəkçə. Gətirib bax, xeylaq. Yine yine yar sene. Neçədə nədir? 1, 2, Buradadır, bir də 3. Hə, biri də taxta qoyublar. Hə, gətirib ha, gətirib. Gətirib. Mən laf altı dərs vermişəm. Bir dənə qızıma. Öz qızınıza. Niyə bəslidir də? Hə, bəsdir də. Biz nənə çox veririk. Narazçılıq var 3 dənə gətirdiyinə. Yox, niyə yoxdur ki? Niyə olur? Niyə olur ki? Yox, yox. Bu gəlinin şkafı. Bəs anamızın özünün sandığı var? Yox, yox. Var deyə, hə deyir, var. Varıdır hə sandıq. Hardadır o sandıq? Ananın sandığı. Ya bu gəlin sandığı. Duadı mən vermişəm yaz çiçəyim sənin adına. Alışdıram yanıram mən hər gün. Sandığını sana ana. Mənim sandığım yoxdur. Sizə verməmişdilər. Elə arvad deyirəm ki, nəsə sandıqda da bir şey gizliyim. İşdə olurlar mən axşamazın balını şey tezən gedirəm. Vermədilər sizə sandıq. Nə həkimisiniz? Mən qadın həkimiyəm, mama həkimiyəm. İnşallah nəvəniz olar. Elə siz o uşağı dünyaya köməkləyin. Abbasqulu Ağabakıxanov yazır ki, Gülüstan İrəm əsərində 1775-ci ildə Şirvan xanı ağası xan, bax bu əlvətdə oturub Şirvana ağalıq eləyib. Şirvan xanı vaxtı ilə burada oturub. Həsən Zərdabinin yazdığı məlumatlara görə Respublikada, Azərbaycanda ilk biyan şirəsi bu kənddə istehsal olunub. Qənd sexi bu kənddə olub. Zərdabinin İndi yoxdur amma. indi yoxdur. Amma yox, indi biyan tədarik olunur burada. Amma şirəsi istehsal olunmur. O vaxt Zərdabinin yazdığına görə 3 Göyçaylı qardaş, varlı qardaşlar, hərəsi 100 litr tutan 30 dənə çuğun qabla gəliblər burada biyan yığıblar, tədarik ediblər. Onun şirəsini çəkib Almaniya, Fransaya, Qərb dövlətlərinə, Avropa dövlətlərinə yola salır. Əlvətdə toyda nə bişirirlər? Toylama, bozbaş, lülə, tikə, belə yeməklər hazırlayır. Qazanlarda nə var? Kürdəmirdə də belə bişirirlər. Zərdabda da pişirirlər belə. Deməli 2 qazan buğlamadır, hə? 4 qazan buğlama. Bəs o 3 qazanda nədir? Bozbaş? Bozbaş. Amma buna kartof vurmusunuz. Bu bozbaşdır, hə? Hə, bunlar 3 qazan buğlamadır. Tomat vurmusunuz da ona. Hə, onda nədir? Götürün. Neçə qonaq çağırıblar? Neçə qonaqçı nəzərdə tutulub? 130 nəfər qonaq çağırmış. Ancaq qohum məqrəbədir, yoxsa kənd cəmaatı? Başqa kənd cəmaatı. Olacaq da bu yeməklər. Hə. Lülə tikə, hə? 250 kilo kesmişik. Ehtiyac yoxdur, satacaq. Artıqlaması yəni satacaq. Bəli. Bəli. 3 dənə erkək öngə kesiblər, 5-6 dənə qoyun kesiblər. Lülə də var, tikə də var. Həmişə xeyirli çəkilişlər qrup çəkilişlər. Bunun sayəsində xeyirli. Təbriz üstün günaha gözümdülə dayanır. Əlvəndin bütün toy işində kebablar sizdən, hə? Biz sevdik. Ancaq Əlvənd deyirsiniz, yoxsa başqa kəndlərə? Başqa kəndlərdə, başqa rayondan aşağı. İkiniz işləyirsiniz də, hə? Deməli antrikotdur, tikədir, lülədir. Dadı yaxşı olar, hə? Pişsin, gedək gəlimizi gətirək, gələndən sonra dadına baxarıq inşallah. Oyna yarım, oyna yarım. Həm kamanım tarım, həm kamanım tarım. Bu da bizim bəyimiz. Necə sana bəy? Sağ olsun. Adın nədir? Tural. 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 Hazırsan artıq, geyinmisən, gedirik gəlimizi gətirməyə. Gəlin adı nədir? Fatıma xanım. Fatimə. Fatimə neçə yaşı var?
20. Sənin bəs? 23. 23 yaşın var. Bəli, bəli. Oxuyursan? Xeyli, xeyli. İşləyirsən? Evdə ancaq oturmuşsan, yeyirsən, içirsən, yatırsan. Təsərrüfatdan başqa. İşləyirsən də dünən həyətimizdə işləyirəm. Bəli, bəli. Fatimə ilə nətər oldu bir-birinizi sevdiniz? Mən kətlərine ittifak etmişdim. Kət onu gördüm, beğendim. İstəyirdik də birbirimizi. Gəldim atamağıma dedim ki, belə-belə. Həm də qohumumuzdur. Görüşüb eləyirdik. Yox, Ya. nişanlarına sağ ol. Yox əşi. Nişanlanana qədər görüşmədik. Xeyr, xeyr. Nişanlanan sonra harda görüşürdünüz? Əlvətdə yoxsa? Yox, öz kətlərində. Hansı kənddə? Kəndində. Soğula kətlərində. Bura yaxın kənddə? Yox, qonşu kətdə də bəli. Sevirsiniz də bir-birinizi. Allah sizi həmişə belə sevgi dolu eləsin inşallah. Gedəyin. Çətinliklə də olsa gəldik, çatdıq Kürdəmirin Sovla kəndinə. Nətərsin nənə? Sovla nə deməkdir? Sovla kətdir də, kət. Adın mənası nədir? Belə sovladır. Nədir də bu Sovla sözü nə deməkdir? Nə bu kətdir, nə? Yox, mən bilirəm. Vaxtı ilə qabaqcadan kürdaşıb, ot zad əməl elib, ot daryazdan, o əl daryazdan salıb, so eləyib, adı olub Sovla kəndi. Elə ondan ənənə qalıb Sovla kəndi. Vaxtı ilə. Kəndimizin adı bax ondan ilə Sovla kəndi qalıb. Kür qıranı yaşayırıq biz. Sizin kəndiniz buradır. Siz buradan ora köçmüsünüz. Hə, əla. Qız atasıdır. Hə. Sağ olun, çox sağ olun. Həmişə şadlıqlara gedəsiniz. Xoşbəxt olsunlar. Neçə belə çəkilişlərə gedəsiniz. Xoş günlərinizə görüş. Allah xeyir versin. Çox sağ olun. Çox Biz də gəldiyinizdə çox məmnunuq biz də. Siz kimsiz? Mənim oğlumdur, müəllimdir. Biz də Sizin oğlunuzdur. Maşallah. Allah mübarək eləsin. Xalam oğlunun xeyir işidir. Çox mübarək. Siz də xoş gəlmisiniz. Xoşa qarsınlar. Allah xoşbəxt eləsin. Allah yarıyanlardan eləsin, yarısınlar. Xoş gəlmisiniz. Sağ olun. Allah sana da qismət eləsin. Sağ olun. Nənəsisiz? Bibisiyəm. Bibisi, gəlinimizin bibisi. Qədim sırğalarınız var. Ha. Balaca gəldim mən verəcəm. Gəlinimizin nənəsi. Hə, Adınız nədir nənə? Məryəm. Məryəm nənə. Neçə yaşınız var nənə? Nə bilim, olar. Neçə yaş var nənəmizin? 74. 70 yoxsa 74? Nənənin xəbəri yoxdur, neçə yaşı var? Valla bilmirəm. Adım yadımdan çıxıb. 74. 74 yaşı. Nəvəsi uşağınız var? Həyəcanlanır. Ha? Neçə uşağınız var? Mənim 10 dənə Medal verdilər. verdilər. Hanı medal? Medal necə oldu bu deyə öydə. Evinizdə yoxsa satdınız? Yox, satmamışam, durur. Hə. 10 uşağınız var. Nə qədər nəvə nəticə var? 60 dənə. Yox əşi. 12 uşağı var. Neçə nəvəsi var? 30 dənə, 30 dənə. 30. Zarğatçı nənədə. Hə. Qocalmışam indi. Qocalmamışsınız, belə yaxşı qalmışsınız. Azar qocaldım. Kişi sağdır. Ha? Kişi sağdır. Ölüb. Hə, Allah rəhmət eləsin. Allah sağ ol. Nəticə də var, hə? Ha, yox, yox. Var nəticə? Nəticə də var. Neçə nəticəsi var? Var. Ha, bu nəticəniz də gördüm. Gəlin belə elədi bir danışaq, mən onu başa Az düşmürəm. yaxşıya dinməyin. Hə. Deyirəm nənə bir xeyir dua versin, görək nəvəsinə. Allah xoşbaxt eləsinlər. Allah azadlığına çörəklərə yetirsin. Canların sağ eləsin, çörəklərin bol eləsin. Allah dar gündə qorusun. Allah Taala bizi gələn qadadan, baladan qorusun. Allah Taala erməninin kənd dünyasının başına darılsın. Bizim torpaqlarımızın, uşaqlarımızın zəhmətini, əskər gedənlərin zəhmətini. Allah Taala onların arkasında dursun. Sağ geçsin, salamat gelsin. Bütün ailəmizə, canlarımıza dəyməsin.
Amin inşallah. Amin. Bir girək gəlinimizi görək. Gedək görək. Bibisiyəm. Gəlinin neçə bibisi var? 2. Qızım budur. Sizin qızınız, gəlinimizin anası. Elə bir dənə qızdır. Yox, 3 dənədir. Köçürmüsünüz o biriləri. Biri köçüb, ikincidir. Onda darıxmazsınız, evdə biri var. Bir dənəsi var, hə? Hə, oğlunuz var. Bir dənə, hə, balaca. Evləndirim, hə. Yox, balacadır. Gedək gəlinimizi də bir görək, ana. Necəsən Fatimə? Sağ olun. Yaxşıyam. Qızılları gətiriblər, taxıblar. Baxaq. Tural deyirdi ki, biz şeydə görüşürdük, Əlvətdə görüşürdük, düz deyir. Toyda görüb bəyəm. Toyda bəyən, bəs görüşənlər də görüşürdünüz. Əlvətdə yoxsa burada? Yox, burada. Bura gəlir də. Burada harada görüşürdünüz? Evin həyətində. Bura çıxan qızdır. Evin həyətinə də deyir, evin həyəti. Hə. Gəlsin bir görək. Neynəyəcəksiniz indi? Sizdə gəlini evdən çıxardanda hansısa bir adətlər eləyir? Hə, birinci bəy gəlir sonra. Bacım kız gelin. El ayağı düz gelin. 7 oğul isterim, bizde de ne kız gelin. Kürdəmirdə də adət var ki, sən bəyin qardaşısan, hə? Böyük qardaşı. Hə, böyük qardaşı gəlinin əlini dəsmalla bağlayacaq, arasına pul qoyacaq, içinə pul qoyacaq ki, gəlinin əli ruzi bərəkətli olsun. Gəlinin qardaşı da o bir əlini bağlayacaq, hə? Bugün eğlensin konaklar, hamı bugün arzu desin, dile gelsin. Bu da sənin qardaşın da, gəlinimizin qardaşı. Bağla. Konaklar, hamı deyip gülsün. Allah xeyir versin. Allah Taala yarayanlardan eləsin. Layıqlı bala olsun, geçsin ədalətin. Sözünə baxsın. Tahirənin sözlərinə baxsın. Ailəsində uğur aparsın, bərəkət aparsın, sevinç. Həmişə ruzun bərəkətli olsun. Allah xeyir versin. Allah xoşbəxt etsin, mehriban olsun, qoşa qarsınlar. Getdiyi yerdə Allah qaynasın, qarışsın. Bugün birgə sevinirik, süfrələri bəzəyirik, qonaqların gəlişini. Mən də bir qonşu kimi bu şəhərimin, Həbibənin, uşaqların xeyir işini Allah mübarək eləsin deyirəm. Onları həmişə yarayanlardan eləsin, Allah onların işlərini avan eləsin. Qonşu olaraq xeyrin dəyib bunlara, yoxsa ziyanı? Xeyri deyib. Allah sizi xoşbaxt eləsin. Allah sizi oğullu qız eləsin, nənə bab eləsin, hasadlığıyla çörəyimizi yetirsin. Canınızı Allah Taala dəyməsin, Allah bütün cavanları qorusun. Bax, Tural, başını kəsərəm ha. Tural, bir də səni bir şey görməyim. Zəhmət çəkmişik ha, qıza qat-qat qabıq qoymuşuq. Hə, düz deyirsiniz nənə. Hamınıza qismət olsun. Bunu bəy evi gətirib, yoxsa gəlinin anası hazırlayıb? Anası da hazırlayıb. Ana hazırlayıb, yoxsa siz gətirmisiniz? Bu qonşu paydı, bu bibiyim paydı. Payınız var burada? Bəli, oluyor. O deyir, bu anam paydı, hamısı. Nədir, şirin çörək də? Ha, sizdə var adət ki, şirin çörək pişirilir.
Və bunun içində nədir çamadanda? Oğlan evi gətirdi. Nə gətirmişdi ki? Nə bilim, hər nəsə içində. O da oğlan evini gətirdi. Qıfıllayıblar ağzını. O tərəf qız evi, bu tərəf oğlanı. Hə, orada da xonçası var. Kəllə qəndi, xınası. Hə. Koy darvazadan çıksın. Yok, öyle burada. Öyle şey oldu. Ha, burada oğlum. Koy kapıdan çıksın şöyle ya. Koy kapıdan mahalleden çıksın o taraftan. Nikah mərasiminə xoş gəlmişsiniz. Düz bir ay bundan əvvəl siz bizə ərizə ilə müraciət edib, nikaha daxil olmağınızı bildirmişsiniz. Biz də araşdırmalar aparmışıq, yoxlamışıq, görmüşük ki, sizin nikaha mane ola biləcək hallar yoxdur. Ona görə xahiş edirəm, nikah haqqında akt qeydlərini imzanızla təsdiq edəsiniz. Tural bəy, Fatimə xanım, sizin nikahınız əlamətdar bir yerdə, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mərkəzdə qeydə alındı. Mən bildirim ki, bu hər gəncə nəsib olan haldır. Bu sizə nəsib oldu. Mən ora yığışanların şahidliyi ilə, yoldaşlarınızın öz şahidliyi ilə sizin nikahınızı bağladım. Xoşbəxtliyinizi Allah versin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq mənə verilmiş səlahiyyətdən istifadə edərək sizi ər-arvad elan edirəm. Allah xoşbəxt olasın. Sizi təbrik etmək üçün sözü rayon icra hakimiyyətinin nümayəndəsi Lalə xanıma verəcəyəm. Əziz gənclərimiz, sizi bu müqəddəs ulu öndərimizin adını daşıyan Heydər Əliyev mərkəzində görməyimizə çox şadıq. Hər bir gəncin həyatında ən müqəddəs bir gün var, o da onların nikah günüdür, toy günüdür. Bu gün artıq sizə nəsib olubdur. Bu xoşbəxt gün münasibəti ilə sizi Zərdab rayon icra hakimiyyətinin başçısı cənab Lütfəli Babayevin adından və bütün aparatımızın adından təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Arzu edirik ki, bu müqəddəs yolda büdrəməyəsiniz, gələcəyiniz, taleyiniz uğurlu olsun, çoxlu övladlarınız olsun. Gələcəkdə qızımız çıxdığı ocağın, oğlumuz isə öz ata ocağının işığını yandırsın. Daima bol-bol sevinç, gülüş, xoşbəxtlik nəsibiniz olsun. Bir daha sizi bu gözəl gün münasibətlə təbrik edirəm və sizə həyatınızda uğurlar və xoşbəxtlik arzulayıram. Bugün bizim rəhbərimiz cənab Lütfəli Babayevin sizə bir hədiyyəsi var. Bu hədiyyəni icazə verin sizə təqdim edim. Nə gözəl. Xəlçə vermişdilər sənə. Təşəkkür edirik, çox sağ ol.
Əla. Xərçəyə baxanda hər dəfə icra nümayəndələri, icra başçısı və bizim veriliş yadımıza düşəcək. Çox sağ olun. Həmişə görmüşdüm ki, gəlin evə girən, bəy gəlin evinə girəndə, gəlin evdən çıxanda qapı kəsib şirinləyirlər. Amma burada bəylə gəlini öz evinə buraxmaq üçün qapını kəsirlər. Bax, bunu birinci dəfə idi görürdüm. Sizdə bu adət Zərdabda belədir. Azərbaycan sonası evinə gəlin gəlir. Nə durmuşlar da yana, oyna yoxun toyunda, oyna oyna yana. Sən oğlunun toyunda, oyna oyna yata. Sən qızının toyunda, oyna oyna yana. Sən oğlunun toyunda. Allah onu burada yarıtsın, nənə-baba eləsin. Bir-birlərinin sözü bir-birlərinin boğazından ötsün. Bir-birlərini eşitsinlər, bir-birlərini başa düşsünlər. Uzun ömürlər arzulayıram, ailə səhət arzulayıram, can sağlığı arzulayıram. Arzu eləyirəm ki, həyatın enişli yoxuşlu yollarında bunlar heç vaxt büdürəməsinlər. Gələnləri Allah bunlara bir oğuldan, uşaqdan bir zürriyyət pay versin ki, bu oyda bir oynatmağa bir şey tapaq. Gəlin gəldi, oturmur. Birdən bizə görə vermək istəyirsiniz, ha onu? Həqiqətən vermək istəyir. Dedim, bəlkə bizə görə onu vermək istəyirsiniz. Olduğuna görə buna verirəm. Deyirsə bir şey qaldı, ama? Burada bilməyə yaxşı baxsın. Biraz oynasın, bu yerlərin sonası evinə gəlin gəlir. Azərbaycan sonası evinə gəlin gəlir. Nə durursan ay ana, oyna yoxun. Oğullu qızı olsunlar. Hər iki gənci təbrik edirəm. Hər iki valideynə göz aydınlığı verirəm. Mehriban olsun. Ən birinci onlara mən səbir arzulayıram. Birinci insan səbirli olmasa heç vaxt dolana bilməzlər. Bəyimiz səbirsizdir. Səbirsizsən bəy? Axır da. Atasının arasının zəhmətini itirməsinlər. Mənim xalam bunlara çox zəhmət çəkir. Allah xoşbəxt olsun, yarəndən eləsin. Rahatladın, gəlini gətirdin dayı. Rahatladım. Elə canım rahatladı. Elə canım rahatladı. Birazdan mağara keçib oynayacaq. Gəlin mağara girir yoxsa yox?
Bir də bu kəndlə mən bir məlumat da oxumuşam ki, 1941-ci ildə Dünya müharibəsi zamanı almanlar bu kəndə bomba atmışlar. O da tarlaya düşüb həmin bomba. Sonradan 1941-ci il avqust ayının 25-də mənbələrin yazdığına görə bu kənd Alman işğalçıları tərəfindən bombalanıb. Bu kəndə bir bomba düşüb, o da ki, əkin sahəsinə düşüb. Həmin bomba sonradan zərərsizləşdirib, göndərilib Zərdab rayonu Diyar Şünaslıq Muzeyinə. Bu kəndə bir neçə bomba düşüb. Partlamayan bir bomba qalıb. Bu partlamayan bomba olub. Onu zərərsizləşdiriblər. Məktəbdə mən uzun müddət onu saxladım. Məktəbdə işlədiyim müddətdə. Sonra ələ düşməsin, tələf olmasın deyə bir abidə kimi, yadigar kimi verdim Zərdab rayon Diyarşünaslıq Muzeyinə. Həmin bomba bu saat orada saxlanır. Bu toya, bu sata xoş gəlibsiniz. Xoş gəlibsiniz bir daha. Bir daha mən sizləri salamlayıram. Bu günlərimdə bizim kəndimizin qonağı, ənənə boğçası verilişi olaraq yenə də öz ənənələrindən sadiq qalıb bugün kəndimizin qonağıdır. Bugün mən onlara da xoş gəlibsiniz deyirəm. Bugün kənd adından, kənd ziyalıları adından, kənd ağsaqqalları adından mən bugün onlara xoş gəlmişsiniz deyib. Həmişə bax beləcə elimizdə, obamızda toylu pisatlı günlər olsun. Həmişə qoy yurdumuzda el şənliyi gəlsin, toy sədaları gəlsin. Qovuşur talihi iki cavanın, ürəklər fərəhlə döyünür bugün. Arzusu gül açır ata ananın, nənələr babalar öyünür bugün. Bəy oğlan qamətli, sağlam, ucaboy, gəlin şəhlə gözlür yanağı üstə. Tanrı bəd nəzərdən hifz eyləsin qoy, üzərlik yandırın başları üstə. Həydiyə mübarək olsun, toy mübarək olsun, bəy bezini gələn yolun, gül olsun, çiçək olsun. Güyə mübarək olsun, toy mübarək olsun, bəy bezini gələn yolun, gül olsun, çiçək olsun. Tamaşaçılarımız, geyimine göre modelyer günleri xəyirlə vadiyarın təşəkkürünü bildirirəm. Bu qədər, bu xeyir işimiz burada yekunlaşdı. Mən sizə ayrılan növbəti xeyirişlərdə görüşmək ümidilə. Hələlik.